Gəldik bura. Deyir using the FSFS algorithm, FGFS. Yəni first come first served. Birinci gələn birinci işini görər. Algoritmində query, yəni sıra P2, P1-0'da, yəni birinci P2 gəlib. Sonra P1 gəlib. Səsindən nəsə olmur. Sonra da P0 gəlib. Calculate the average waiting time and average execution time. Burada burst duration'lar verilib. Hamısı 0-cı saniyədə gəldi. P2, birinci P2 girdi, 1 saniyə işini gördü. Çıxdı, yəni 0 ilə 1 arası işlədi. Və gözləmə vaxtı 0 saniyədir. Bura waiting time yazaq. Sonra P1 gəldi, 4 saniyədir. Birinci saniyədə girdi, 4 saniyə işlədi, 5-ci saniyəyə çıxdı. Birinci saniyədə girdi, 0-cı saniyədə gəlmişdi, birinci saniyədə girdi. Gözləmə vaxtı 1 saniyədir. Sonra P0 gəldi, 2 saniyədir, x-ə də deyək 9 məsələn. 5-ci saniyədə girdi, 9 gəlinlə 5-in üstünə 14 eləyir. 14-cü saniyədə çıxdı. Demək ki, bu 0-cı saniyədə gəlmişdi, 5-ci saniyədə bunu içəri aldılar da, 5-ci saniyədə bir həkimin otağına girdi kimi düşünün. 5 saniyədir bunun da gözləmə vaxtı. Yəni waiting time, average waiting time bunların ədəd ortasıdır. İndi gəldik average execution time. İndi average execution time normalda internetdə average burst time'dır. Yəni x üstə gəl 4, x-ə 9 demişik. 9 plus 4 plus 1 böl 3'dür. Belə olmalıdır. İnternetdə belədir. Amma bu internetdəki variantdır. Amma müəllimin dediyi şey average turnaround time'dır. Turnaround'u da başlayalım. Turnaround odur ki, gəldiyi saniyədən çıxdığı saniyəyə kimi neçə saniyə keçib. Bunlar çıxdığı saniyələrdə, bunlar finish time'lardır. Yəni necə başlayalım? Proses gəlir, CPU-ya girir. Hamısı 0-cı saniyədə gəlmişdi. CPU-ya girir, CPU-da işləyir və çıxır. Turnaround time neçə saniyə o pişi həkimdə vaxt keçirdi. İminlə həkimin otağında yox. Gözləmə də buna daxildir. Bu 0-cı saniyədə gəldi, 1-ci saniyədə işini qurtardı. Demək ki, turnaround time'ı P2'nin, bunlar P2'dir, P1'dir, P0'dır. 0-cı saniyədə gəldi, 1-ci saniyədə işini qurtardı. P2'nin turnaround time'ı 1 saniyədir. P1'in turnaround time'ı 0-cı saniyədə gəldi, yəni 5-ci saniyədə işini qurtardı, 5 saniyədir. Hamısı 0-cı saniyədə gəldi. P0'ın turnaround time'ı 0-cı saniyədə gəlib, yəni 14-cü saniyədə işini qurtarıb, o da 5-ci saniyədə girib okey. Amma bu 0-cı saniyədən gözləyir. Ona görə bunun da turnaround time'ı 14-cü saniyədir. Average turnaround time'da 14, 5, 19, 1, 20 bölü 3'dür. Normalda internetdə bu qəbul edirlər, amma müəllimin dediyi turnaround time'dır. Turnaround time'ın da məntiqi otaqdan çıxdığı vaxt, yəni işini həkim kimi düşünün də, gəlir, növbəyə durur, otağa girir, işini qutarır, çıxır. Execution time otaqda keçirdiyi vaxtdır. Yəni burst time'dır. CPU-nun içində keçirdiyi vaxtdır. Average execution time'da total olaraq həkimdə keçirdiyi vaxtdır. Növbə də buna daxildir. Yəni həkimə girdiyi saniyədən, xəstəxanaya girdiyi saniyədən xəstəxanaya çıxdığı saniyəyə kimi.